Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugünkü mövzumuz hamiləlik müddəti və yeni ana olduğumuz zaman keçirdiyimiz çətin günlərlə bağlı olacaq. Mən də əlimdən gələn qədər hamilə və yeni ana olan xanımlara öz tövsiyələrimi verəcəm, öz təcrübəmi bölüşməyə çalışacağam. Öncəliklə hamiləlik müddətindən başlamaq istəyirəm. Bu elə bir dövrdür ki, hər bir xanım fərqli keçirir. Məsələn, mən çox ağır toksikozla keçirənlərdənəm. Bəzən bu zaman ətrafda hamiləlik xəstəlik deyil, sən özünü psixoloji olaraq bu vəziyyətə salırsan kimi sözlər də eşidirdim, yəni nə yalan deyim. Amma bu müddəti toksikozla keçirən xanımlar məni çox gözəl başa düşər ki, həqiqətən də psixoloji ilə əlaqəsi yoxdur, heç bir ağrıya bənzəmir. Amma bununla yanaşı hamiləlik müddətini çox yaxşı, rahat keçirən rəfiqələrim, tanışlarım da var. Hamilə xanımlara ilk tövsiyəm də o ola bilər ki, özünüzü psixoloji olaraq həm normal, həm də qeysəriyyə üsulu ilə doğuşa hazırlayın. Mən özümü yalnız qeysəriyyə üsulu ilə doğuşa hazırlamışdım. Çünki mənim qızımın çəkisi çox idi. Mən özüm çəki almamışdım, amma qızımın çəkisi çox idi. Amma iş elə gətirdi ki, qızım tələsdi və mən normal doğuşla qızımı dünyaya gətirməli oldum. İkinci bir tövsiyəm isə çantanızı ən geci 32-33-cü həftədə hazırlayın. Mən çantaya bir çox əşya yığmışdım. Demək olar ki, lazım olmadı. Xəstəxanada 3 gün qaldım. Bu 3 gündə də özəl xəstəxana olduğu üçün lazım olan hər şeylə məni təmin elədilər. Nə qədər geyim aparmışdım özümdən, yəni pijama deyilən o yataq geyimlərini aparmışdım. Amma xəstəxana geyimi ilə gəzdim, yəni istifadə eləmədim. Evə gələndən sonra isə çalışın ki, övladınızla bağlı hər işi özünüz edin. Pampersini, yəni bezini dəyişməkdir, qidalandırmaqdır. Təbii ki, tövsiyələrə, məsləhətlərə qulaq asa bilərsiniz. Amma qətiyyən bacarmaram deyə düşünməyin. Ürəyinizdən gəldiyi kimi davranın. Məsələn, ətrafdan belə sözlər eşidəcəksiniz ki, qucağına çox alma, öyrəşər. Bu tipli cümlələrə fikir verməyin. Hər yeni ana olmuş qadın ən azı bir dəfə bu cümləni eşidib. Düşünün ki, 9 ay boyunca sizin bətninizdə böyüyən bir can birdən-birə ona yad olan bir dünyaya düşüb və ona tanış olan yeganə insan sizsiniz. Odur ki, körpənizi doyunca öpün, qucaqlayın. Əlbəttə, yuxusuz gecələriniz də olacaq, çətin günlər də keçirəcəksiniz. Amma bunların hər birinin dərmanı öz körpənizin yürüşündədir. Allah arzu edən hər bir qadına ana olmağı nəsib etsin. Sağ olun, salamat qalın. Kanalıma abunə olub, videonu bəyənməyi də unutmayın.